Aleksandr Cuma, Qafqaz səfəri, 21-ci fəsil. Şah Abbas karvansarası. Ayrılıq vədəsi gəldi. Bu səyahətlərin ən hüzünlü, kədərli anıdır. 4 gün idi ki, biz Bagration'la birlikdə səyahət edirdik. Elə gün olmamışdı ki, bir-birimizdən heç olmazsa bir saatlığa ayrı düşək. O bizim üçün hər şey idi. Bələdçi, dilmanc, rəhbər. O hər şeyin adını, qiymətini bilirdi. Bir şahinin yanından keçəndə onun hansı cinsdən olduğu haqda mühakimə yürüdürdü. Bir xəncər görəndə onun tiyəsinin hansı növ poladdan olduğunu deyər və o saatda qiymətinə verərdi. Hər addımda bir şey soruşmaq istəsən, ürəyindən nəsə keçirsən, o cavab verərdi. Lap yaxşı yerinə yetirərlər. Beləliklə onun yanında olanda nə lazım olduğunu ikinci dəfə deməyə heç cürət də etmirdik. Hər şeyi sanki adamın üzündən oxuyurdu. Qısası bu adam əsl Gürcü knyazı, igid, qonaqpərvər, səxavətli, şairanə və gözəl bir insan idi. Ayrılıb yola düşməzdən əvvəl adətim üzrə bəzi ərzaq ləvazimatları almaq istədim. Ancaq Bagration o saat dedi. Tarantasımızda bir toyuq, bir neçə qırqovul, bişmiş yumurta, çörək, çaxır, duz və bibər vardır. Və bundan əlavə də ta Bakıya qədər yol boyu sizin günorta və axşam yeməyiniz əvvəlcədən sifariş edilib və haqqı ödənilib. Bəs Bakıda? Knyazın uzaqgörənliyinin Bakıdan o tərəfə gedə biləcəyini nəzərə almadan gülərək soruşdum. Bakıda siz qəza başçısı Piqulevskinin evində qalacaqsınız. O özü çox gözəl insandır. Arvadı olduqca iltifatlı, qızı isə heyran edicidir. Daha sonrası barədə sizdən nəsə soruşmağa cəsarət etmirəm. Daha sonra siz Şamaxıda gözəl bir hökumət evində qalacaqsınız və şəhərin komendantı əla bir insan qulluğunuzda duracaqdır. Nuxada isə sizi Knyaz Tarxanov gözləyir. Beləsinə siz Fransada səhv etmirəmsə, hər şeyə qadir insan deyirsiniz. O sizə şəxsən imperatorun ona bağışladığı almaz üzüyünü göstərər. Knyaz bu şərəfə 22 quldurun başına aparıb imperatora təqdim etmək sayəsində nail olmuşdur. Bundan gözəl nə ola bilər ki? Mənim əvəzimdən onun fransızca sizin kimi danışan 12 yaşlı oğlunu bağrınıza basıb üzündən öpün. O uşağın necə ağıllı olduğunu özünüz görəcəksiniz. Sarskiye Kolotsuda sizi Knyaz Melikov və Qraf Tol gözləyir. Onlar sizə at verəcək. Siz gedib Kraliça Tamara dövrünə aid yüzlərlə saraydan heç olmasa birinin xarabalıqlarına baxacaqsınız. Nəhayət elə ki Tiflisə çatdınız, orada öz səfiriniz Baron Finonun iqamətgahına düşəcəksiniz. Onun Fransanın Tiflisdəki ilk səfiri olub-olmadığını deyə bilmərəm. Ancaq yeganə səfiri olduğunu dəqiq bilirəm. Siz orada özünüzü Kent bulvarındakı kimi hiss edəcəksiniz. Elə ki Tiflisi keçdiniz, daha sizin necə qarşılanacağınızın mənə adiyyatı yoxdur. Dalısı başqalarının işidir. Bax, bütün bu sadaladığınız adamlar ki var, onlara xəbər verilibmi? Diplomatik tapşırıqları yerinə yetirən Çapar 3 gün bundan əvvəl yola düşüb. Bundan başqa Bakıya qədər sizə bir nökər də ayrılıb ki, yolda bütün ehtiyaclarınıza o özü nəzarət etsin və hər şeyi qaydaya salsın. Bakıdan Şamaxıya gedəndə nökəriniz dəyişiləcək, yenisi, yəni ayrı biri. Şamaxıdan Nuxaya gedəndə isə bir başqası veriləcəkdir. Həqiqətən belə bir qayğının əvəzini heç bir şeylə qaytarmaq olmazdı. Nəhayət biz yola düşdük. Papaqlarımız öz aralarında hələ uzun müddət vidalaşırdı. Səsimiz isə artıq bir-birimizə yetişmirdi. Görən biz bir də bir-birimizi görəcəyikmi? Bundan sonra nə vaxtsa rastlaşacağıq-mı? Bunu təkcə Allah bilir. Nəhayət biz küçənin tinini döndük və mən özümüzə küçələrə çox güman ki, Böyük Xosrov tərəfindən tikilmiş gözəl Dərbənd qapılarına bir daha nəzər saldım. Asiyanın qapıları. Biz dünyanın ikinci hissəsinə qədəm qoyurduq. Kalino bizim bu poetik keçidimizdən xəbərsiz kimi heç nəyə fikir vermədən, arabanın atılıb düşməyinə məhəl qoymadan böyük diqqətlə hansısa əsəri oxuyurdu. Səyahətin tam və səmərəli olması üçün hər an axtarışda olduğumdan, yol boyu elmi, tarixi və yaxud ədəbi məlumatları topladığımdan, ondan nə oxuduğunu soruşmağı özümə borc bildim. Heç nə deyə o mənə cavab verdi. Necə yəni heç nə? Bir əfsanədir. Əfsanə nə barədədir? Məşhur bir qaçaq haqqındadır. Necə? Məşhur bir qaçaq haqqında əfsanəni sən heç nə adlandırırsan? Hə, belələrindən bu yerlərdə o qədərdir ki, sayı yox, hesabı yox. Əfsanələrin, yox, quldurların. Əslinə qalsa, mənim əzizim, quldurların sayının çox, əfsanələrin isə az olduğuna görə mən əfsanələrin sorağına düşmüşəm. Quldurlara gəldikdə isə bu barədə narahat olmuram. Çünki əminəm ki, onlarla hər zaman rastlaşa bilərəm. Hə, indi de görək oxuduğun əfsanənin adı nədir? Şahdağın qarı. Bəs bu Şahdağın qarı nə deməkdir?
Siz əvvəlcə məndən Şahdağın nə olduğunu soruşmalıydınız. Haqlısınız. Deyin görək Şahdağ nə deməkdir? Nə olan şeydir? Şahdağ Qafqaz sıra dağlarının bir hissəsidir. Çox da böyük olmadığına görə diqqəti çəkməyən bu dağ sizin Mont Blancdan biraz ucadır. Biz onu Qubaya gedəndə görəcəyik. O, bir səhər Qusar ilə Qudyalçay arasında peyda olubdur. Hündürlüyü 13.950 futdur. Bəs onu örtən qar necə? Bu tamamilə başqa məsələdir. Azərbaycanlılar buna çox böyük məna verirlər. Yay çox quraqlıq olanda, uzun müddət yağış yağmayanda bütün əyalətdən ən cəsur, qorxmaz bir igid seçilir və onu əlində mis səhənglə quldurların məskəni olan uçurum qayalıqlara göndərirlər ki, bir-iki girvənkə qar gətirsin. O bu qarı Dərbəndə gətirir. Mollalar məscidə yığılır və adamlar həmin qarı onların duaları altında böyük təmtəraqla oradan aparıb Xəzər dənizinə tökürlər. Bəs sonra nə olur? Ondan sonra yağış yağmağa başlayır. Səfehlər, bu müqəddəs Ceneviyanın meyti kimi mənasız bir şeydir, mənim əzizim, deyə Moyne dilləndi. Əslində bu həqiqətdir. Bəs oxuduğunuz kitab dağ haqqındadır, yoxsa onun qarı haqqında? Xeyr, bu dağdan qar gətirməyə gedən cavan oğlan haqqında. Onun qarşılaşdığı təhlükələr və sairə haqqında hekayədir. Bu kitabı sizə kim veribdir? Knyaz özü. O kitabı mənə verəndə dedi, alın, bunu Duma üçün tərcümə edərsiniz. İnanıram ki, o buradan özü üçün maraqlı bir şey tapacaq. Sevimli Knyaz, o bizi yedirib içirdərək təkcə cismimizi qidalandırmaqla kifayətlənməmiş, eyni zamanda əqlin, mənəviyyatın da qidalanmasının qayğısına qalmışdır. Kalino, oxuyun. Gördüyüm hər şeyi danışacağam, yazacağam. Mənim balam, tez tərcümə edin. Əgər Bagration deyibsə ki, bu yaxşı əsərdir, deməli həqiqətən yaxşıdır. Bəli, pis deyildir. Sizin xoşunuza gəlir? Bəli. Əsas lazım olan da elə budur. Hə, arabaçı, haydi, haydi. Azərbaycanca bu söz Rusca skari, skari deməkdir. Fransız isə buna vit, vit deyir. Bizim arabaçının yatması bağışlanacaq səhv deyildi. Çünki yolun sol tərəfi düzənlik, sağ tərəfi dağların ətəyi idi. Gözəl bir mənzərə. Böyük bir qutan dəstəsi öz cinsinə xas haykırtı ilə Xəzərdə oynaşırdı. Birdən-birə azadlıq sevər quşlar arasında nəsə bir həyəcan baş qaldırdı. Onlar cəld havaya qalxdılar və bir-birlərinə qarışdılar. Adətləri üzrə suyu yara-yara göyə qalxaraq bərk qışqırıq qopardılar. Onların bu hərəkəti diqqəti cəlb edirdi. Mən bir ovçu gözü ilə onları çox diqqətlə izlədim və arxalarınca 2-3 qara nöqtə sezdim və belə başa düşdüm ki, quşların belə təlaşla uçmalarının, haray qışqırıqlarının səbəbi ilə həmin qara nöqtələrdir. O dediyim qara nöqtələr şahinlər idi. Onlar 2-300-ə qədər qutan quşunu qabaqlarına qatıb qovur, dəstənin ağzını şərqə tərəf yönəltmək istəyirdilər. Tezliklə qara nöqtələr tamamilə yox oldu və quşlar dənizlə səmanın kəsişdiyi nöqtədə ağ ləkə kimi göründü. Qutanlar yenə bir müddət uçub, ağ qar dənəcikləri kimi getdikcə kiçildilər və nəhayət dəstə gözdən itdi. Bizim müşayiət dəstəmiz də qutan quşları kimi hərəkət edirdi. Dərbənddən çıxanda dəstəmizdə 50 milis və nizami sərhəd qoşunundan ayrılmış 6 kazak vardı. Bu milislərdən bir neçəsi adi forma deyil, olduqca qeyri-adi libas geyinmişdilər və çox qəşəng görünürdülər. Azərbaycanlıların bu gözəlliyi onların silahları ilə nəzəri cəlb edir. Belələri bizim mühafizə dəstəmizdə də vardı. Onlar cır-cındırın içində idilər, ancaq bellərində 50 rubl dəyərində kəmərləri, 400 rublluq xəncərləri və qılıncları, 25 rublluq patrondaşları vardı. İkinci dayanacaqda, yəni Kulazda bizim dəstədə 15 milis və 3 kazak qalmışdı. Yerdə qalan, yəni birinci müşayiət dəstəsi sırf və sadəcə fəxri müşayiət dəstəsi idi. Dərbənddən Bakıya qədər olan yol ləzgi torpaqları olmadığından səyyahlara heç bir maneçilik yaratmır və heç bir gözlənilməz hadisə ilə rastlaşmırsan. Üçüncü dayanacaqdan sonra biz Samur çayının sahilinə gəlib çatdıq. Bu təhlükəli çayın ən gür axan vaxtı may ayıdır və bu vaxt yarım verslik sahədə onun dərinliyi 8-10 futa çatır. Qalan vaxtlar isə su çəkilir və o adi çay kimi axır. Burası var ki, yenə də əvvəlki kimi gürültülü səs-küy ilə axsa da keçib gedənlər üçün heç bir maneə törətmir. Biz 2 dəfə onu tarantas və arabamızla keçdik. O kükrədi, gurladı, miniklərimizi aşırmaq istədi, ancaq istəyinə çata bilmədi. Atları 3 dəfə möhkəm qamçıladıq. Onları 4 nala sürüb 20-25 fut aralıdakı ən hündür sahilə yamaca gedib çıxdıq. Biz Qafqaz yollarındakı əngəllərin necə keçildiyini artıq demişik. Əgər atlar yoxuşu enəndə yıxılarsa, adam ölə bilər. Atlar diki qalxanda dal-dala büdrəyərlərsə də yenə faciə baş verə bilər. Ancaq atlar nə ilişib yıxılır, nə büdrəyir,
atlı isə sağ-salamat qalır. İşdir, əgər belə bir şey baş versə də, faciə sayılmaz, çünki şərqdə insan həyatı olduqca aşağı qiymətləndirilir. Gecə biz Qubaya gəlib çatdıq. Şəhərin ətrafında qəsəbə kimi salınan bir Yahudi kəndinə daxil olanda artıq hər tərəf qaranlıq idi. Çox tədqirə layiq haldır ki, Yahudilər burada ticarətdən çox əkinçiliklə məşğul olurlar. Onlar Lazistanın cəngavər döyüşkən Yahudiləri kimi Sennaxerib əsrlərindən törəyib burada məskunlaşmışlar. Onların qəsəbəsi Qudyal çay üzərində salınmış körpüyə qədər uzanır ki, həmin bu çayın üzərində Quba şəhəri özü 100 fut məsafədən artıq ərazi tutur. Qaranlıq gecənin əsrarəngiz görkəm verdiyi bu çəpərsiz, hasarsız yoxuş çox dəhşətli idi. Biz ensiz bir darvazadan keçib Qubaya daxil olduq. Adama ilə gəlirdi ki, bir gölə girmişik. Evlər isə onun adalarıdır. Küçələr azacıq da olsa Venesiyanın kanallarına oxşayırdı. Tarantasımız təkərlərin oxuna qədər suya batdı. Mənə qalsa qəzəbli və səsküylü Samurda olmaq burada olmaqdan üstün idi. Heç olmasa onun billur kimi təmiz, saf suyunda çınqılların necə diyirləndiyini görürdük. Mühafizə dəstəmizin başçısı bizi birbaşa şam yeməyinin hazırlandığı mənzilə apardı. Quba xanlığı vaxtı ilə Dağıstanda ən əhəmiyyətli yerlərdən biri sayılmışdır. Orada təxminən 10 minə qədər ailə yaşayır və bu isə 65 min əhali deməkdir. Şəhərin özündə 1000 ailə, yəni təqribən 5 min əhali yaşayır. Bununla belə, hal-hazırda Quba iqliminə, təbiətinə görə dünyada pis şöhrət qazanmışdır. Bura Xəzər dənizinin Terrakinosudur. Rus əskərləri Quba qarnizonunda 3 illik hərbi xidməti ölümə məhkum olunmaq kimi qiymətləndirirlər. Ölənlərin demək olar ki, hamısının meyitini yaranda məlum olur ki, əksəriyyət qara və ağciyərlərin qanqren xəstəliyinə tutulmuşdur. Bu isə sübut edir ki, ölənlərin hamısı bataqlıqlardan qalxan zəhərli buxarla məhv olur. Çox qəribədir ki, dağ arasındakı çökəklikdə yaşayan Yahudilər nəticə etibarilə daha pis hava şəraitində yaşamalarına baxmayaraq qızdırma xəstəliyinin nə olduğunu bilmirlər. Bunun əksinə olaraq onların Qudyal çayın sağ sahilində dağ şəraitində yaşayan qonşuları, Quballar isə əsasən qızdırmadan tələf olurlar. Bunun elmi cəhətdən izahı yoxdur. Qubada ticarətin əsas hissəsini qadınların toxuduğu xalçalar və mahir silah ustalarının hazırladıkları xəncərlər təşkil edir. Bu xəncərlərdən bir-ikisini almaq istəyirdim, ancaq Əli Sultanın və Baqratyonun səxavəti bunu imkansız etdi. Gördüklərim arasında kolleksiyama daxil etmək üçün daha yaxşısını, daha qədim dəblə hazırlananını tapa bilmədim. Qubadan baxanda Qafqaz dağlarının bir neçə ən uca zirvəsi, həmçinin ilk dəfə Knyaz Baqratyonun haqqında söz açdığı başı qarlı əzəmətli Şah dağ zirvəsi açıq aydın görünür. Səhər saat 8-də atlar qoşulmuşdu. Müşayiət dəstəsi hazır idi. Qəza başçısı Müsyo Kotsiyevski bizim üçün gözəl, rahat mənzil ayırmışdı və hamımız Tarantasa oturmayınca diqqətini üstümüzdən çəkmədi. Nəzərə çarpmamaq üçün gizlənmiş balaca bir qız uşağı Virgilinin Qalatiyası kimi bir damın üstündən o birinə tullanaraq qaça-qaça bizi 50 addımdan artıq bir məsafədə müşayiət etdi. Qubada dam örtükləri digər şəhərlərdəki küçələri əvəz edir. Burada təkcə damların üstündə gəzərkən ayaqların islanmır. Qubadan çıxarkən biz yenə də dağlarla rastlaşdıq. Yenə də qamçı zərbələrinin və qışqırıqların müşayiəti altında həmin bu dağları aşıb keçməliydik. Bu eniş və yoxuşların arasında 3 çay vardı. Qaraçay, Ağçay və Vəlvələ çay, yəni səsküylü çay. Biz irəlilədikcə nəhəng Abşeron burnu sağ tərəfimizdə uzanıb gedirdi. Yolun hər verstini arxada qoyduqca elə bilirdik ki, onun axırını, ucunu görəcəyik və həmişə də biz nə qədər gedirdiksə, o da bir o qədər uzanır və daha da irəliləyirdi. Gözəl bir yay havası var idi. İrəli getdikcə sanki ağaclar çiçəkləyirdi. Gecə ikən Sumqayıt stansiyasına çatdıq. Bizdən 500 addım aralıda uzun müddətdən bəri gözümüzdən yayınan Xəzər dənizinin şikayətli naləsi eşidildi. Mən ulduzların işığında onu görmək üçün qayanı xatırladan bir qum təpəsinin üstünə çıxdım. Gözlərim güzgü kimi sakit dənizdən keçərək Abşeronun son nöqtəsinə qədər uzanıb gedən düzənliyə zilləndi. Bizdən 2-3 verst aralıqda görünən 5-6 tonqal yaxınlıqda Azərbaycanlı düşərgəsinin olduğundan xəbər verirdi. Mən cəld qayanın üstündən düşüb dayanacağa qaçdım. Atlar hələ açılmamışdı. Moyneva Kalinaya təklif etdim ki, 2 verst və ya biraz da artıq gedək, bu gözəl gecədən istifadə edərək bir gecə də çadırımızda yataq. Belə ki, Duzlu Qırğız göllərindən bu yana bir dəfə də olsun çadır bizə gərək olmamışdı və həm də Azərbaycanlı düşərgəsinə yaxından istədiyimiz kimi baxmaq pis olmazdı.
Təklif qəbul olundu. Arabaçılara 1 rubl çay pulu təklif etdik. İkinci təklif birincidən daha böyük ruh yüksəkliyi ilə qəbul olundu. Biz dərhal şam yeməyini arabaya qoyduq. Hamımız yenidən Tarantasa qalxdıq və tanış olacağımız yeni adamlarla aramızda dilmaçlıq edəcək bir Azərbaycanlının müşayiəti ilə yola düzəldik. Bu heç bir şeyi diqqətdən qaçırmamaq, gördüyümüz hər bir şeyi izah etmək üçün Dərbənddə bizə təhkim edilən Azərbaycanlı idi. Tapşırıq olduqca ciddi idi və o da bunu inamla, vicdanla yerinə yetirirdi. O, bütün günü atını mühafizə dəstəsinin qabağında 4 nala çapırdı. Dayanacağımız yerə hələ 3 verst qalmış, o, atının sürətini daha da artırır və gözdən itir, sonra dayanacağın qarşısında yenidən görünür, bizə yeməyin hazır olduğunu xəbər verir və yenə yoxa çıxırdı. Biz onu yalnız səhər günü həmişəki kimi at belində mühafizə dəstəsinin önündə görürdük. Harada və necə yeyib içirdi, yatıb dururdu, bu bizim üçün sirr olaraq qalırdı. Əslində bu bizi heç maraqlandırmırdı da. Biz Tarantasın pəncərəsini qaldıran anda o peyda olurdu. Biz yola düşdük və 10 dəqiqə sonra sağ tərəfdə Azərbaycanlı düşərgəsi göründü. Bu düşərgə böyük bir binanın xarabalıqlarının ətrafında yerləşirdi. Düzənliyin, boş səhranın ortasındakı xarabalıqlar ay işığında daha da aydın görünürdü. Hər şeydən əvvəl bunun nə binası olduğunu soruşduq və bizə bildirdilər ki, Şah Abbasın buralarda qələbə çaldığı vaxta aid karvansaralardan birinin xarabalıqlarıdır. Xarabalıq hər küncdə bir güllə ucalan böyük bir divardan və bir-birinin üstünə uçub tökülmüş, yerlə yeksan olan başqa divarların qalıqlarından ibarət idi. Düşərgələrdəki tonqalların titrək işığında böyük divarın üzərindəki daşlarda həkk olunmuş anlaşılmaz heroqrifləri seçmək olurdu. Bunlar yəqin ki, karvansara memarlığının naxışları kimi istifadə olunmuşdu. Böyük divardan və qüllələrdən əlavə 3 qövsvari qübbə də vardı ki, onlar da yer səviyyəsində idilər. Oraya zirzibillə dolu bir enişlə düşürdülər. Azərbaycanlılar ev kimi istifadə etdikləri bu yeri çır-çırpını, ağac budaqlarını tonqalda yandırmaqla işıqlandırırdılar. İtlərin hürüşməsi çoxdan bizim gəlişimizi düşərgədəkilərə xəbər vermişdi. Unter Kale macərasından sonra Moyne insanın dostu adlandırılan bu 4 ayaqlılara qətiyyən bel bağlamırdı. Buna görə də Azərbaycanlılar itləri sakitləşdirib, öz həmyerliləri kimi bizim Azərbaycanlını öz yanlarına çağırdılar və o da dəvətin baş tutduğunu işarə ilə başa salandan sonra biz Tarantasdan düşdük. Onu da deyim ki, biz yola çıxarkən möhkəm silahlanmışdıq. Hər kəs öz tüfəngini və xəncərini götürmüşdü. Ancaq sonra aydın oldu ki, bunlara heç ehtiyac yox imiş. Biz Azərbaycanlılardan 2 şeyi xahiş etdik. Birincisi, onların yaxınlığında düşərgə sala bilərikmi? Bunun cavabında bildirdilər ki, biz ixtiyar sahibiyik və harada istəsək, orada da yerləşə bilərik. Bir də ki, bu düzənlik hamıya məxsusdur. Kim istəsə istifadə edə bilər. İkinci xahişimiz də bu oldu ki, onların düşərgəsinə baş çəkək. Buna da cavab verdilər ki, xoş gəlibsiniz və onların düşərgəsinə gedib baxmağımız onlar üçün çox xoş olar. Kazaklardan 4-ü çadırımızı arabanın üstündən endirdilər və yolun o biri tərəfində daşları karvansara divarlarında gördüyümüz daşlar kimi bəzəkli olan qurumuş su quyusunun yanında qurmağa başladılar. Bu müddətdə isə biz ən yaxın olan bir köç yerinə tərəf irəlilədik. Bu böyük divarın qalıqlarına söykənmiş düşərgə idi. Sən demə, bu ətrafımızdakı düşərgələrin ən əsası mühümü imiş. Orada yaşayanlar Bakıdan gətirdikləri Qafqaz ordusuna məxsus un taylarının üstündə oturmuşdular və şam yeməyi üçün çörək bişirirdilər. Bu əməliyyat çox cəld icra olunurdu. Xəmirdən yumruq boyda bir tikə qoparıb, onu təbilə oxşayan altında yanan kömürlə qızdırdıqları dəmir tənəkənin üstünə qoyub ağac oxlovla yayır, bizlərdə kökə və qoğal bişirdikləri kimi sonra da çevirirdilər ki, o biri üzü də bişsin və bundan sonra götürüb isti-isti bir-birinin üstünə yığırdılar. Belə isti lavaşları yeyəndə ağızda xırçıldayır və bir növ biz tərəflərin kənd şənliklərində bişirilən kökələrə oxşayır. Bizim yaxınlaşdığımızı görən kimi dövrə vurub oturanların arasından ilk baxışda başçıya oxşayan biri yerindən qalxdı. Biz elə bu adama doğru irəliləyirdik. O qonaqpərvərlik əlaməti kimi əlində duz çörəklə bizə tərəf gəldi. Biz duz çörəyi qəbul etdik və onlar kimi ocağın ətrafında dövrə vurub un taylarının üstündə oturduq. Qonaqpərvərliyi nümayiş etdirmək üçün duzla çörəyin kifayət etmədiyini düşündüklərindən onlardan biri divardan asılmış at ətindən bir parça kəsib, xırda-xırda tikələrə böldü və çörək bişirdikləri sacın üstünə düzdü. Ət tüstülənməyə, cızıldamağa və qıvrılıb yumrulanmağa başladı. 5 dəqiqədən sonra o artıq bişmişdi və işarə ilə başa saldılar ki, bunu bizim üçün hazırlayıblar. Silah ustalarının xəncər qınına əlavə etdikləri kiçik dəri qınlardan balaca bıçaqlarımızı çıxartdıq və ət tikələrinə batırdıq. Üstünə duz səpib çörəklə yedik.
Biz adətən yemək-içməklə dolu süfrələrdə çox az hallarda belə böyük iştaha ilə yeyirdik. Açıq havada salınmış düşərgənin xüsusi tamamilə başqa şairanə mənzərəsi vardı. Şah Abbasın tikdirdiyi karvansaranın xarabalıqları yanında, Xəzər dənizi yaxınlığındakı düzənliklərdə Topal Teymurun və Çingiz xanın törəmələri ilə birlikdə şam etmək, bir tərəfdən üfüqü, digər tərəfdən Dağıstan dağlarını seyr etmək və oradan hər an gələ biləcək quldur dəstələrinə qarşı azadlıq və həyat naminə mübarizə aparmaq, başqa bir tərəfdən çox az adamın görə bildiyi, vaxtilə Yunanistanda yaşamış Klaprotun və Herodotun bütün səylərinə baxmayaraq, bu günə qədər də Avropada çox az tanınan bu böyük gölə tamaşa etmək, lap qulağının dibində 50-yə qədər dəvənin boynundan asılmış zınqırovların səsini eşitmək, həmin dəvələrin quru otları necə yeməsinə, yaxud başını qumun üstünə qoyaraq uzanıb yatmasına baxmaq, Avropaya düşmən kəsilən bir ölkədə demək olar ki, tənha qalmaq, belə bir ölkədə uçsuz-bucaqsız səhrada, tənha çadırın qara bir nöqtə kimi yırğalandığını, bəlkə də ömründə ilk dəfə onun üstündəki üçrəngli bayrağın gecə küləyində dalğalandığını görmək, bütün bunlar adama hər gün qismət olmur. Heç bilirsiniz bu nə deməkdir? Bəli, bütün bunlar həyat boyu yaddan çıxmayan dərin xatirələrdir. Məsələ burasındadır ki, bunları bir daha görmək üçün gərək gözlərini yumub xəyallar aləminə dalasan. Burada tablolar nə qədər nəhəng, nə qədər şairanə, uzaq lövhələr nə qədər əlçatmaz, mənzərələr gözəl və ziddiyyətlidir. Biz qonağı olduğumuz ev sahiblərinin əlini sıxaraq onlardan ayrıldıq. Gəlişimiz münasibətilə bizə duz çörək verən başçı yola düşməyimiz münasibətilə bizə ikinci dəfə çörək təklif etdi. Çünki tərəkəmələrin adətinə görə qonağa təkcə şam yeməyi vermək kifayət deyil. Onlar qonağı sabahki günün naharı üçün də hər şeylə təchiz edirlər. Mən çörək və duz verən adamın adını soruşdum. Onun adı Əbdüləzim idi. Allah saxlasın Əbdüləzimi. 22-ci fəsil, Bakı. Səhər açılan kimi biz oyandıq. Azərbaycanlıları və onların dəvələrini görmək ümidi ilə ətrafımıza göz gəzdirdik. Hamısı gecəykən çıxıb getmişdi. Səhra da dəniz kimi boş idi. Mən gəmsiz dəniz qədər kədərli heç nə görməmişəm. Biz hələ yorğan döşəkdəykən yanımıza təhkim olunmuş Azərbaycanlı atlarımızı gətirmişdi. Təkcə onları qoşub yola düşmək qalırdı. Dalğa-dalğa yeri çökən duman bizə günün yaxşı günəşli keçəcəyini əvvəlcədən xəbər verirdi. Ha çalışırdımsa bu dumanın ortasından keçib gedən narahat, qorxaq, ürkək, vəhşi dağ keçilərinin dəstəsindən heç birinə bir güllə məsafəsində yaxınlaşa bilmirdim. Onlar elə sürətlə gedirdilər ki, sanki ayaqları yerə dəymirdi. Dağlar zirvələrinə qədər çəhrayı, yamaclar açıq lacivərdə çalan və növşəyi, düzənlik sarı qızılı, dəniz isə sürməyi rəngə çalırdı. Biz tezliklə bədbəxt, kimsəsiz, diqqətdən kənar, unudulmuş, çoxlarının tanımadığı və çox güman ki, lənətlənmiş Xəzər dənizi ilə vidalaşmalı və onunla bir də Bakıda görüşməli idik. Həqiqətən, biz Abşeron burnunun elə yerinə gəlib çıxmışdıq ki, orada yol dənizin sahili ilə davam edir və Qızıl burundan başlayaraq birdən-birə düzənlikdə sağa burulub, yarımadanı tərk edir, sonra isə nizə kimi Xəzər dənizinə tərəf dönür. Ancaq sürətlə getdiyimiz 5-6 verst yol hamar və düzənlik sahədən keçirdi. Sonra biz çala-çuxur yerlərə çatdıq. Bu isə bizim dağlıq təpəlik yerlərə gedib çıxacağımızdan xəbər verirdi. Nəhayət eniş və yoxuşlarda hərəkət etməyimiz daha çox hiss edilməyə başladı. Bu o demək idi ki, biz Qafqaz sıra dağlarının son aşırımlarını arxada qoyuruq. Bizim Burqon mənzərələrinə oxşayan bu yaylalarda, bu vadilərin dərinliyində balaca kəndlər ucalırdı. Oradakı evlərin buxarları aramla tüstüləyir və sürülər sakit-sakit otlayırdı. Payızlıq buğda torpaqdan baş qaldırmışdı və bir də görürdün ki, dağın bozumtul mənzərəsinə qətiyyən uyğun gəlməyən üstü biçilmiş yaşıl xalça əlavə olunurdu. Onu belə biçən şıltaqlıq mıydı, yoxsa ona bu formanı qonşunun mərci qazandırmışdı? Hər halda bu öz mövcudluğunu isbat edən mədəniyyət mücəssiməsi idi. Dərindən nəfəs aldım, çoxdan idi ki, onun varlığı barədə eşitməmişdim və bu mənzərə mənim olduqca xoşuma gəldi. Görəsən biz bununla səyahətimizin ən gözəl mənzərəli və yaxud qorxulu hissəsini başa vurduqmu? Bizim suala tutduğumuz Azərbaycanlı uzaqdakı axırıncı nöqtəni göstərərək dedi. Qafqaz dağlarının o biri döşündə Şamaxı ilə Nuxa arasında siz hər iki cəhətdən gözəl mənzərələr və təhlükəli yerlər baxımından məmnun qalacaqsınız. Yol demək olar ki, elə indiyə kimi gəldiyimiz yola oxşayırdı. Çala-çuxur yerlərin arasında atılıb düşürdük. Bu hal o vaxta qədər davam etdi ki, qabağımıza daha sərt yoxuş və eniş çıxdı. Bu eniş yoxuşlar bir-birini tez-tez əvəz edirdi. Biz tarantasdan düşdük ki, həm atlar arabaları daha rahat çəkib aparsınlar, həm də Bakını bizdən ayıran bu axırıncı təpəni daha tez aşıb gedək və təpəni addım-addım piyada qalxdıq.
Təpənin lap son nöqtəsinə gəlib çıxanda Xəzər dənizini yenidən gördük. Bizimlə sahil arasında, sahildən biraz aralıda Bakı şəhəri uzanıb gedir, torpağın qırışlarının arasında itib batırdı. Şəhər qısa bir zamanda gözlənilməz bir bəxşiş kimi bütün gözəlliyi ilə göründü. Sanki biz göydən düşmüşdük. İlk baxışda adama elə gəlir ki, sanki iki Bakı var. Ağ Bakı, Qara Bakı. Qəsəbəyə oxşayan Ağ Bakı demək olar ki, başdan ayağa Bakının ruslara təslim edilməsindən sonra tikilmişdi. Qara Bakı köhnə Bakıdır. Bu İran şəhəri, xanların yaşadığı yerdir. Qala divarları ilə əhatə olunmuşdur. Dərbəndin qala divarları bu divarların yanında daha mənzərəli, daha gözəldir və bununla belə bu divarların da özünə məxsus gözəlliyi vardır. Şübhəsiz ki, bu divarlar yüngül silahdan müdafiə olunmaq üçün tikilmişdir. Artilleriyaya qarşı nəzərdə tutulmamışdır. Divarlarla əhatə olunmuş şəhərin ortasında o biri evlərdən fərqlənən xanların sarayı, minarəsi, uçub dağılmış məscid, ayaqlarını dənizdə yuyan qız qalası diqqəti cəlb edir. Bu qala ilə əlaqədar bir əfsanə vardır və bu biçimdə bu kamillikdə tikiliyə qəribə bir ad qoyublar, Qız qalası. Belə deyirlər ki, Bakı xanlarından birinin çox gözəl bir qızı varmış. Atasına aşiq olan antik Mirranın tamamilə əksinə olaraq burada ata öz qızına aşiq olubmuş. Qız atası ilə evlənməkdən yaxa qurtarmaq üçün onun qarşısına belə bir şərt qoyur. Ona olan məhəbbəti naminə şəhərdə olan bütün qalalardan daha möhkəm və daha uca bir qala tikdirsə, ona təslim olar. Xan həmin andaca bənnaları çağırtdırır və qalanın tikintisinə başlayır. Qala tez bir zamanda ucalır. Xan nə insanlara rəhm edir, nə daşa heyfslənir. Ancaq qala nə qədər yüksəlsə də, qızın istəyi ilə onun yenə ucaldılması tələb olunur. Xan hər dəfə işin qurtardığını bəyan edəndə qız deyərmiş. Bir mərtəbə də əlavə edin. Və beləliklə mərtəbələr bir-birinin üstündə qalxır. Qala dəniz sahilində, yəni şəhərin aşağı hissəsində olmasına baxmayaraq, şəhərin yuxarı hissəsindəki minarənin hündürlüyünə qədər ucaldılır. Elə bir vaxt gəlib çatır ki, qalanın tikilib qurtardığını etiraf etməli olurlar. Onu ən bahalı İran parçaları və xalçaları ilə bəzəyirlər. Elə ki, axırıncı xalçanı qalanın içərisinə döşəyirlər. Xanın qızı saray xanımlarının müşayiəti ilə İlk dəfə olaraq qalanın ən yuxarı mərtəbəsinə qalxır. Qalanın yuxarı mərtəbəsinin səkisinə gəlib çıxan qız dua edir, ruhunu Allaha tapşırır və qala divarının diş-diş mazğallarının üstündən özünü dənizə atır. İsmət və bekarət rəmzi olan bu qalanın yaxınlığında başqa bir abidə də vardır ki, hamı onu xəyanət abidəsi kimi xatırlayır. Bu Rus generalı Sisyanovun dəfn olunduğu yerdir. Gürcüstanın hakimi general Sisyanov Bakını mühasirəyə almışdı. Xan şəhəri ruslara təslim etməzdən əvvəl general Sisyanovla öz aralarında görüş təyin olunmasını xahiş edir. Rusların dostu olan ermənilər xanın bu görüşdə generalı qətlə yetirəcəyini qabaqcadan xəbər verirlər. General bu xəbərdarlığa Sezar kimi cavab verir. Onlar buna cürət etməzlər deyir, görüşə gəlir və qətlə yetirilir. Bakı sakinləri belə bir hadisədən sonra şəhərin dağılıb yerlə yeksan ediləcəyindən qorxuya düşür və xanı ruslara təhvil vermək istəyir. Ancaq Hüseynqulu xan qaçır və İranda sığınacaq tapır. Bakı ruslara təslim olur. İlk divarları 2. Şah Abbas tərəfindən tikilən Bakı daha qədim zamanlardan Gebrlər üçün həmişə müqəddəs yer sayılmışdır. Əvvəllər müstəqil olmuş xanlıq sonradan İranın vassalına çevrilir. 1723-cü ildə isə İran buranı ruslara təhvil verməli olur. 1735-ci ildə İran yenidən Bakını geri qaytarır və sonuncu xanın xəyanəti nəticəsində onu bir dəfəlik itirir. General Sisyanovun abidəsi qala ilə şəhər arasında boş açıqlıq bir yerin ortasında bir təpənin üstündə ucalır. O generalın qətlə yetirildiyi yerdəcə tikilmişdir. Sisyanovun qəbri isə Tiflisdədir. Bakının girişi orta əsrlərdə tikilmiş güclü mühafizə qalalarının girişinə oxşayır. 3 qat tikilmiş divarlardakı darvazalar elə dardır ki, içəri girmək üçün Troykanın sağ və sol tərəfindən bir at açmağa məcbur olursan. Şimal darvazasını keçəndən dərhal sonra Avropa üslubunda işlənmiş evlərlə rastlaşırsan. Xristian kilsəsi meydanın sağ tərəfində ucalır. Bizi əyalət komendantı Monsieur Pigulevskinin evinə müşayiət etdilər. O qapının ağzında bizi qarşıladı və elə həmin gün ikinci nahara dəvət etdi. Biz yenicə başa çatmış birinci naharda təbii ki, iştirak edə bilməzdik. Çünki bura çatanda nahar təzəcə qurtarırdı və Pigulevskinin arvadının qonağı olan 2 Azərbaycanlı bəyzadə xanım, ana və qız hələ də süfrənin arxasında öz yerlərində idilər. Məhəmməd dininin qanununa görə müsəlman qadınlar naməhrəm kişilər qarşısında duvaqlarını qaldıra bilməzdilər. Hətta Monsieur Pigulevski özü arvadının və qızının iştirak etdiyi nahara buraxılmamışdı.
Bizə təyin edilmiş bir nəfər yasavul tarantasımızın qabağına düşüb addımladı və bizi əvvəlcədən hazırlanmış geniş mənzilə gətirib çıxartdı. Katolik kilsəsinin yaxınlığında yerləşən bu mənzil əslində klub salonlarından ibarət idi. Yəni bu şəhərin ən gözəl mənzili idi və klub üzvləri onu mənim ixtiyarıma vermişdilər. Təşəkkür etmək üçün daha söz tapa bilmirdim. Yalnız bunu qeyd edirəm ki, bütün səyahət zamanı biz hələ belə qonaqpərvərlik görməmişdik. Puqulevskinin yuyunmaq üçün bizə vaxt verməsindən razı qalmışdıq. Üst-başımızın toz torpağını, palçığını təzəcə təmizləyib özümüzü qaydaya salmışdıq ki, Puqulevski özü arxamızca gəldi. Hər iki Azərbaycanlı xanım mənə görə milli və dini ənənələrini pozurdular. Onlar hökmən məni görmək istəyirdilər. Aşpaz dayanmadan təcili olaraq işə başladı. İkinci nahar hazırlanırdı və 15 dəqiqə sonra süfrəyə veriləcəkdi. Puqulevskinin hər iki miniyi qapının ağzında hazır dayanmışdı. O özü isə səbirsizliklə bizi gözləyirdi. Cənab Puqulevski barədə bir neçə kəlmə qeyd etməyi özümə borc bilirəm. O həqiqətən buna layiqdir. Şəhərin polis rəisi, əyalət valisi cənab Puqulevski 40 yaşlarında, mütənasib bədən quruluşuna malik, əynində Rus ordusuna məxsus hərbi geyim, başında Azərbaycanlı papağı olan bir kişi idi. Başındakı Azərbaycanlı papağının sallanan qıvrım tükləri arasından onun gözəl, ifadəli, ağıllı və parlaq gözlərini nadir hallarda görmək olardı. Onun sifətinin qalan hissəsi yumru yanaqları, ağ dişləri, ehtiraslı dodaqları gözləri ilə bərabər ona çox yaraşıq verirdi. Cənab Puqulevski fransızca bir kəlmə də olsun bilmirdi, ancaq o rus dilində dediyi hər bir sözü elə açıq-aydın bir ifadə, elə vurğu ilə deyirdi ki, onun nə dediyini, nə istədiyini başa düşmək olurdu. Ürəyi açıqlığına və xoş xasiyyətinə görə elə sanırdın ki, Babil qülləsi dağılandan bəri alimlərimizin tədqiq etdikləri ümumdünya dili öz əlifbasının ilk elementlərini onun nitqində tapmışdı. Biz faytonlara mindik və onun evinə yola düşdük. Mən içəri girən kimi Puqulevskinin həmişə gülərüzlü olmasının səbəbini anladım. Bu səbəb onun 16 yaşında bir qızı, 32 ya da 34 yaşlarında daha çox öz qızı ilə həmyaşıd görünən arvadı, hər ikisi xoşagəlimli, heyran edici idi. Həyatda ilk addımlarını atan 2 ya da 3 başqa uşaq idi. Onun ailəsi görünür bundan ibarət idi. Böyüklər bizi qarşılamağa çıxdılar və hər iki əllərini bizə uzatdılar. Bizimlə görüşmək arzusunda olan Azərbaycanlı xanımların hər ikisi və onlardan yaşca kiçik olanın əri də bizi qarşılayanlar arasında idi və deməliyəm ki, onların hamısı səbirsizliklə bizi gözləyirdilər. İki Azərbaycanlı qadından biri Qarabağın sonuncu xanı Mehdiqulu xanın arvadı, o birisi isə qızı idi. Anaya 40, qızına 20 yaşdan artıq vermək olmazdı. Hər ikisi milli geyimdə idilər. Qız zəngin olan milli geyimdə füsunkar görünürdü. 3-4 yaşlı, eyni ilə anası kimi geymiş balaca qız uşağı iri qara gözlərini təəccüblə bizə zilləyərkən 5-6 yaşında bir oğlan uşağı nənəsinin qucağına sığınmışdı və təsadüfən, yaxud qeyri-iradə olaraq əli ilə xəncərinin dəstəyindən tutmuşdu. Tiyəsinin dalı qabağı hər iki tərəfi kəsən, ülgüc kimi iti, həqiqi bir xəncəri fransız qadını heç vəclə öz uşağının əlinə verməzdi. Ancaq bu Azərbaycanlı qadının öz uşağına verdiyi ilk oyuncaq idi. Uşaqların atası Xasay Usmiyev bizim mehriban və şən qarşılandığımız Andrey kəndində anadan olmuşdu. O 35 yaşında yaraşıqlı, ciddi, fransızca əsl parisli kimi danışan, əyninə qara kostyum geymiş bir kişi idi. Başında qızılı sapla işlənmiş, ucu gürcü papağı kimi şiş papaq vardı və böyründən qını qızıl suyuna çəkilmiş, dəstəyi isə fil sümüyündən olan xəncər asılmışdı. Etiraf edirəm ki, fransız dilinin belə gözəl və belə təmiz tələffüzünü eşidəndə diksindim. Mənə elə gəlir ki, Knyaz Sankt-Peterburqda mənim xeyirxah dostum Marmiye ilə tanış olmuşdu. Çünki o, həmin dəqiqə onun heç vaxt yadından çıxmayan gözəl keyfiyyətlərindən danışmağa başladı və məndən xahiş etdi ki, Parisə qayıdan kimi onun haqqında səyyah alimə xatırladım. Mən indi Marmiyenin Tanjesdə, Tombuktuda, Meksikada yaxud Dəməşqdə olduğunu bilmirəm. Yəqin ki, bir yerdə oturmağı xoşlamayan bu adam hal-hazırda Təhsil Nazirliyinin kitabxanasında da deyildir. Buna görə də mənə tapşırılan vəzifəni yerinə yetirmək üçün elə bu səhifələrdə dostumu bir daha xatırlamağı özümə borc bilirəm. Xanımlar yeyib qurtarmış və yenə də yerlərində oturmuşdular. Cənab Puqulevskinin qızı, yaşıl geyimli Huri, əminəm ki, Məhəmməd Peyğəmbər də onu belə adlandırardı. Bu, lacivərdi mələk, xeyirxah Allahın özü bunu bir gün belə çağıracaqdı. Bütün yemək boyunca bizim dilmancımız oldu. Yemək qurtaranda atlar artıq qoşulmuşdu. Söhbət Bakının məşhur odlarına baxmaqdan gedirdi. Bakının odları dünya xalqları arasında təbii ki, ən az səyahət edən fransızlardan başqa hamıya məlumdur. Onun əbədi yandığı yer Atəşgah məbədi Bakıdan 26 verslik məsafədədir.
Bu əbədi məşəl neftin hesabına yanır. Neft xam neft təmizləndikdən sonra alınan şəffaf rəngli tez alışan daş kömür yağıdır. Hətta təmizləndikdən sonra da yananda qalın sıx tüstü, duman qalxıb ətrafa xoşagəlməz iy yayır. Bu xoşagəlməz iy Lənkərandan tutmuş Dərbəndə qədər hiss olunur. Bu iy neftin məişətdə istifadəsinə mane olmur. Lənkəranda və Dərbənddə onunla çaxır daşınan tuluqları yağlayırlar ki, bu da çaxıra xüsusi tam verir. Bu həvəskarlar tərəfindən çox yüksək qiymətləndirilir. Mən isə bu dada heç vaxt öyrəşə bilmədim. Həmin bu yağla arabaların təkərlərini yağlayırlar ki, bu da arabaçıların yaxasını donuz piyinə toxunmaqdan qurtarır. Axı müsəlmanlar donuz piyini xoşlamırlar. Nəhayət, burada Roma sementinin ulu babası sayılan Babil və Niveyanın tikintisində istifadə edilən sement istehsal olunur. Neft yeraltı bərk qatıran qatları, suxurları ilə odun birləşməsindən əmələ gəlir. Yer kürəsinin bir çox yerində neft istehsal olunur, lakin onun ən çox, ən bol çıxarıldığı istehsal nöqtəsi Bakı və onun ətrafıdır. Şəhərin bütün ətrafında Xəzər dənizinin sahili boyunca dərinliyi 3 metrdən 20 metrə qədər olan quyular qazırlar. Nefti canına çəkmiş gil və əhəngdən ibarət çöküntü suxurundan ağ və qara neft ayrılır. Burada ildə təxminən 100 min sentnerə qədər neft istehsal edilir. İstehsal olunmuş neft Həştərxana, Tiflisə və İrana göndərilir. Xəzər dənizinin xəritəsinə nəzər yetirdikdə sağ tərəfdən Bakıya paralel düz xətt boyunca köçəri türkmən tayfalarının yaşadığı sahilin lap yaxınlığında Çələkən yaxud Neft adası adlı bir ada görərsiniz. Onunla üzbəüz tərəfdə həmin o çəkdiyiniz düz xətt istiqamətində Abşeron yarımadası dənizin içərisinə doğru uzanır ki, burada çoxlu neft və qaz mənbələri vardır. Abşeronun lap qurtaracağında Svitoy, yəni müqəddəs ada bərzəx əmələ gətirmişdir. Yerli adamlar və farslar buranı ona görə belə adlandırırlar ki, burada da neft və qaz vardır. Deməli, nəhəng neft qatı Xəzər dənizinin altı ilə Türkmən ölkəsinə qədər gedib çıxır. Hal-hazırda neftdən şam hazırlamaq üçün xüsusi şirkət yaradılmışdır. Ən təmiz şamlar bizim ulduz şamlarımızla müqayisə edilə bilər və Moskvada 60 santimə, Tiflisdə 2 franka satılan bu şamın qiyməti burada 75 funta gəlib çıxacaqdır. Odur ki, atəşpərəstlərin, İranlıların, məccuların Bakını müqəddəs məskən kimi seçmələri heç də təəccüb doğurmur. Hər hansı bir dinin bütün təriqətlərinə itaət edən bu ən fağır və ən əzabkeş xeyirxah insanlar haqqında bir neçə kəlmə deməyimizi istəyirsinizmi? Geber türk sözü olan gavur sözündən əmələ gəlmiş, kafir, əhdə vəfa etməyən, mürtəd deməkdir. Məccu maq sözündəndir. Zərdüş dininin kahinlərinə belə deyirlər. Farsi fars, Farsistan yaxud qədim farsit sözündəndir. Gördüyünüz kimi sözlərin mənşəyini araşdıran bir çox etimologiya mütəxəssislərindən fərqli olaraq biz olduqca yığcam və aydın izah veririk. Zoroastr Pəhləvi dilində Zaradox, Sind dilində Zaretoştro, Fars dilində Zərdüş, yəni öz dilinin rəhbəri, yaradıcısı deməkdir. O, yəni Zərdüş, Midiyada yaxud başqa cür desək Azərbaycanda bütün ehtimallara görə Hiştaspın 1-ci Daranın atasının hakimiyyəti illərində yaşamışdır. Zərdüş Midiyalıların dininin körtəbeyliyini, xurafata yuvarlandığını görərək bu dini təkmilləşdirmək qərarına gəlir. O, öz dövrünün ən məşhur alimləri ilə söhbət aparmaq, məsləhətləşmək məqsədi ilə 20 il səyahət edir. Danışıqlar, məsləhətlər aparıb səyahətdən qayıtdıqdan sonra bir mağaraya çəkilir. Musa Peyğəmbər kimi göyə merac edir. Allahla üzbəsurət, yəni üz-üzə dayanıb onu görür və İranda yeni bir dini yaratmaq üçün ondan əmr göstəriş alır. Onun birinci möcüzəsi öz dini haqqında Çar Hiştaspa, onun oğlu İsfəndiyara və onlarla birlikdə bütün qərbi İrana müraciət etməsi olmuşdur. Bu müraciət şərqi İranı güclü təşvişə salır. Etibarlı mənbələrə görə Brahmanlardan təşkil olunmuş 80 min nəfərlik ordu Zərdüştə qarşı yürüşə başlayır. Zərdüşt onların axırına çıxır və Brahman ordusu tamamilə darmadağın olduqdan sonra bütün Sind əhli onun yeni dini nəzəriyyəsini qəbul edir. Zərdüşt çox ixtiyar yaşlarında Adorj dağında ölmüşdür. Ölümündən sonra ondan Nüsxə adlı 21 bölmədən ibarət əsər qalmışdır ki, onun əsasında Zend Avesta, yəni canlı söz təşkil olunmuşdur. İskəndər İranı fəth edənə qədər burada oda sitayiş davam etmişdir. Ancaq onun sələflərinin, yəni Selevkilərin, Parfiyalıların,
Arşakilərin hakimiyyəti dövründə isə haqqında danışdığımız din Zərdüşt dini rədd edilmişdir. Bundan 225 il sonra İranda Sasanilər sülaləsinin yaradıcısı Ərdəşir Babuxan tərəfindən bu din yenidən bərpa edilmişdir. Ancaq 623-cü ildə ərəblərin ölkəyə basqını zamanı Zərdüşt dininin İslamla əvəz olunması ilə əlaqədar atəşpərəstlik ləğv edilir və oda sitayiş edənlər dünyanın müxtəlif bölgələrinə səpələnirlər. Onlardan bir qismi Qucaratda, Hind sahillərində, qalanları isə Xəzər sahillərində məskunlaşırlar. Bugün bu bədbəxt İranlıların iki əsas vətəni var. Bir qismi ingilislərin himayəsi altında olan Bambeydə, o biri qismi isə rusların himayəsi altında olan Bakıda yaşayırlar. Onlar Zərdüştün təkmilləşdirdiyi, müqəddəsləşdirdiyi Mitraya həqiqi etiqadı, ona sitayiş ənənəsini özlərində saxladıqlarını, bununla da əsl Zend Avestaya sahib olduqlarını iddia edirlər. Bu Zend Avesta onun banisi Zərdüştün öz əli ilə yazılıbdır və onlar indi də Zərdüştün qızındığı odla qızınırlar. Görürsünüzmü, İranlı dini kimi təmiz, sadə bir din az tapılar. İranlılar qədər müti və mülayim insanlar varmı? Bax, biz bu yazıq bədbəxt insanları onların müqəddəs yerlərində, öz məbədlərində, müqəddəs atəşgahda ziyarət edəcəkdik. Təxminən 2 saat yol gedəndən sonra 1 saat Xəzər dənizinin sahili ilə getdik. Kiçik bir təpənin üstünə çatdıq və oradan Alov dənizini bütün möhtəşəmliyi ilə gördük. Təxminən 1 kvadrat mil sahəsi olan 4 bucaq şəkilli düzənliyi təsəvvürünüzə gətirin. Orada 100-ə qədər qeyri-bərabər deşikdən alovun dilləri havaya yüksəlir. Külək bu alov dillərini əyir, yellədir, bükür, yenidən düzəldir. Yerə sərir və yenə alov qətiyyən sönmədən göyə qalxır. Onların ortasında alovun dilləri ilə işıqlanan, divarlarında işığın bərk vurduğu ağ əhəng daşlarından tikilmiş, divarlarının üstü diş-diş olan böyük bir tikili vardır. Divarın üstünə qoyulmuş daşlar nəhəng qaz borusu kimi yanır və onların arxasında 4 bucaq bir günbəz ucalır ki, onun da hər küncündən alov püskürür. Həm də şərq tərəfə açılan qapıdan qalxan alov, o biri künclərdən qalxan alovdan daha yüksəyə qalxır. Biz qərb tərəfdən gəldiyimizdən yeganə girəcəyi şərqə baxan bu məbədin ətrafına dolanmalı olduq. İndiyə qədər görmədiyimiz olduqca gözəl bir mənzərə ilə rastlaşdıq. Məbədin belə bayram sayağı işıqlandırıldığını yalnız təntənəli bayram günlərində görmək olar. Cənab Piqulevski bizim gəlişimizi əvvəlcədən xəbər vermişdi və bu xəbərdə 2000 ildən bəri təqibə məruz qalan bədbəxt insanlar üçün əsl bayrama çevrilmişdi. Buna görə də onlar özlərinin dayağı hesab etdikləri hökumət nümayəndəsinə itaət etmək üçün tələsir, əldən ayaqdan gedirdilər. Heyf, atəşpərəstləri, farsları və mədcuları mənim yanımda görmək istəyənlər tələsməlidirlər. Bu məbəddə yalnız atəşpərəstlik dininə xidmət edən 3 nəfər yaşayır. Biri qoca, digər ikisi isə 30-35 yaşlarında cavan adamlardır. Bu 2 nəfərdən biri Hindistandan yalnız 5-6 ay bundan əvvəl gəlmişdi. O gələnə qədər isə günəşi sitayiş edən cəmi 2 nəfər imiş. Biz şərq qapısına tərəf aşağıya endik və içəri girdik. İçəri dördkünc geniş bir həyətdən ibarətdir. Onun ortasında isə üstündə günbəz olan mehrab ucalırdı. Mehrabın ortasında əbədi alov yanır. Günbəzin 4 küncündə 3 ayaq üzərində dayanmış, odunu yeraltı mənbədən alan 4 nəhəng ocaq püskürürdü. Mehraba qalxmaq üçün 5 ya da 6 pilləkən vardı. 20-yə qədər tək adamlıq hücrə vardır ki, bu hücrələrin arxası binanın içəri divarına söykənmişdir və qapıları içəridən açılır. Bunlar Zərdüşt tərəfdarları üçün tikilmişdir. Bu hücrələrdən birinin divarında kiçik bir taxça vardı və oraya 2 balaca hindli bütü qoyulmuşdu. İranlılardan biri kahin paltarı geyindi, o birisi tamamilə lüt soyunaraq bir parça cırığını köynək kimi üstünə atdı və beləliklə Tanrıya hindli sayağı sitayiş mərasimi başlandı. Bu mərasim bir musiqi avazından başqa bir avaza keçən, təxminən sol və mi arasında ifa edilən və Brahmanın adını tez-tez demək olar ki, hər dəqiqə təkrarlandığı bir mahnıdan ibarət idi. Bəzən həmin bu kahin yerə uzanıb üzünü torpağa sürtür və bundan sonra əllərində tutduğu sinirləri bir-birinə vururdu. Sinirlərdən çıxan səs titrək və olduqca cingiltili, tükürpədici idi. Mərasim qurtardı və kahin bizim hər birimizə kiçik bir şəkər parçası verdi. Bunun əvəzində hərəmiz ona 1 rubl pul verdik. Bu mərasim tamamilə başa çatandan sonra biz ətrafdakı quyulara baxmağa getdik. Ən böyük quyunun dərinliyi 60 fut olardı. Əvvəllər bu quyudan su çəkirmişlər. Su acı duzlu imiş. Bu doğrudan da belədir. Ancaq günlərin birində quyunun suyu tamamilə quruyur. Orada suyun olub-olmadığını öyrənmək məqsədi ilə bir parça kətanı yandırıb quyuya atırlar. Quyu həmin dəqiqə alovlanıb yanmağa başlayır və hələ indiyə qədər də yanır.
Təkcə əyilib bu quyunun dibinə baxmaq özü çox qorxulu idi. İnan ki, odun haləsi adamın başını gicəlləndirər, huşunu itirərsən, ayaqların yerdən üzülər və torpağın dərinliyindən qalxan alovun içərisində bir əşya kimi yanıb külə dönərsən. Məhz buna görədir ki, quyunun hər tərəfinə çəpər çəkilib. O biri quyular yer səviyyəsindədir. Həmin quyuların ağzına dəmir şəbəkələr, bu şəbəkələrin üstünə isə iri daşlar qoyurlar ki, bunlar da 12 saat ərzində gipsləşir. Biz daşların gipsləşməsi əməliyyatına baxanda həmin bu məbəddən bir verslik məsafədə yerləşən Suraxanı kəndinin komendantı gəlib bizi öz evinə çaya dəvət etdi. Biz təklifi qəbul etdik və onun dalınca getdik. Çay əslində bəhanə idi. O, məxsusi bizim üçün gözəl bir yataq otağı kimi hazırlanmış, bərli bəzəkli otaqda Azərbaycanlı adəti ilə şam yeməyi verdi. Burada plov, kabab, bibər, üzüm və qarpız, hər şey öz yerində idi. Orada saat 11-ə kimi qaldıq. Mənim sabaha qədər qalmaq niyyətim vardı, ancaq cənab Piqulevskini Bakıya tək göndərmək üçün heç bir səbəb tapa bilmirdim. Biz Solfaterradan keçərək qayıtdıq. Belə bir Solfaterra Neapoldan yuxarıda da vardır və bunun Neapoldakından üstünlüyü heç vaxt sönməməkdir. Solfaterra uzun müddət fəaliyyətsiz olan yalnız qaz püskürən vulkan.